Salam uşaqlar. İndi isə 5-ci fəsildə heyvanlar aləminin müxtəlifliyi, birhüceyrələr və çoxhüceyrələr yarım aləmi haqqında tanış olacağıq. Deməli, birhüceyrələr yarım aləmi özləri əslində 5 dənə tipi vardır. Yəni birhüceyrələr özləri protozoa adlanır, amma yəni bu belə deyək də orta məktəbdə keçilmir. Və 5 dənə tipə ayrılır. Onlardan yalnız 3 tipi keçilir. Hansı ki bu tiplər sarkomastigoforlar tipidir, infuzorlar tipidir, mikrosporidilər tipidir, krindosporidilər tipidir və sporlular tipidir. Bizim öyrənəcəyimiz isə sarkomastigoforlar və infuzorlar. Deməli, birhüceyrələrlə tanış olmaq üçün gölməçə suyundan bir damcı götürüb mikroskopla baxmaq kifayət edir. Hansı ki, yadınızdadırsa, Anton van Leeuwenhoek idi ki, ilk belə deyək də gölməçə suyunda ilk birhüceyrəli orqanizmləri müəyyən etmişdi və onları animalculiuslar, yəni kiçik heyvancıqlar adlandırmışdı. Və bu damcının içərisində olan canlıların bəziləri suda yavaş, digərləri isə sürətlə üzür, bəzən isə diyirlənərək hərəkət edirlər. Deməli, dediyimiz kimi heyvanlar aləmi birhüceyrələr və çoxhüceyrələr yarım aləminə bölündü. Birhüceyrəlilər bədənləri bir hüceyrədən ibarətdir. Onların əksəriyyəti kiçik ölçülüdür, adi gözə çətin seçilir. Bütün həyati proseslər bir hüceyrə daxilində gedir. Yəni bu əlamətlər zaten asandır. Yenə də fikir verin. Yəni uzlaşdırın ki, bir hüceyrəlidirsə bədəni bir hüceyrə olacaqdır, kiçik ölçülü olacaqdır, adi gözə çətin seçiləcəkdir. Əlverişsiz şəraiti sista halında keçirirlər, müxtəlif mühit şəraitində yaşayır, bəzi növləri parazitdirlər. Bir hüceyrələr bir neçə tipə bölünür. Dediyimiz kimi 5 tip var idi, onlardan 3-ünü öyrənirik, 3-ünü öyrənsəz bəsdir. Sarkomastigoforlar tipi. Deməli, sarkomastigoforların da 2 sinifi var. Sarkodinlər və qamçıllar. Sarkodinlər sinifinin geniş yayılmış nümayəndəsi adi amöbdür. Deməli, adi amöb sarkomastigoforlar tipinin sarkodinlər sinifinə aiddir. Adi amöb çirklənmiş, durğun və şirin su hövzələrində və gölməçələrin dibində yaşayır. Daim bədən formasını dəyişir, çünki qlaf yoxdur. Qlafı olmadığına görə, yəni belə deyək də qalın bunlarda necə deyərlər, qlaf olmadığına görə bədən formalarını dəyişirlər. Bədəni yarım şəffaf selik topası şəklindədir, xaricdən plazmatik membranla əhatə olunmuşdur. Onun hüceyrəsində bir nüvə, bir ifrazat vakualı və qidanın miqdarından asılı olaraq müxtəlif sayda həzm vakualları vardır. Yəni, nə qədər amöb, nə qədər qida əldə edilirsə, o qədər də həzm vakualı əmələ gələcəkdir. Və hüceyrəsi yalançı ayaqlar əmələ gətirir. O yalançı ayaqlar da sabit deyildir. Sitoplazmanın bir yerdən digər yerə axması nəticəsində yalançı ayaqların forması da formalaşmış olur. Şəkildə də görürük burada, sarkodinlər isə mütləq şəkillərə baxmalısınız. Yəni, məsələn, orada özü rəqəmlərlə göstərib nüvə hansıdır, ifrazat vakualı hansıdır, yalançı ayaq hansıdır, onu şəkillərlə uzlaşdırın. Qamçıllar sinifi nümayəndəsi durğun sularda yaşayan yaşıl evqleynadır. Amöbdən fərqli olaraq və belə deyək, oxuduqca bir-biri ilə fərqli cəhətlərini də yadda saxlamağa çalışın ki, o sizin yadınızda qalsın. Yəni, bir-biri ilə fərqləndirməyi bacarın. Amöbdən fərqli olaraq hüceyrəsi xaricdən nisbətən bərk qlafla örtüldüyündən bədən nisbətən sabit formalı olur. Evqlendə hərəkətə xidmət edən tək qamçı olur. Bədənin ön hissəsində yerləşir. Onda həmçinin bir ədəd işığa əsas qırmızı gözcük, tək ifrazat vakualı, bir ədəd böyük nüvə və fotosintezdə iştirak edən xlorofilə malik 20-25 ədəd xromatofor mövcuddur. Belə deyək də, bəzi kitablarda bunu xloroplast yazırdılar, amma yeni kitablarda xromatofordur, elə xromatofor olaraq da yadınızda saxlayın. Yaşıl kürəcik şəklində olan Volvox'un diametri də 1 mm çatır. Volvox kürəciyinin əsas hissəsini həlməşik maddə təşkil edir. Koloniyada bir-biri ilə sitoplazma çıxıntıları ilə birləşmiş minə qədər armıçəkilli hüceyrə vardır. Və Volvox'un hüceyrəsi də evqlenə oxşuyur, amma evqlenən fərqi odur ki, fikir verin, şəkildə də görürsünüz ki, evqlenən bir dənə qamçısı var, amma Volvox'un 2 ədəd qamçısı var. Və xromatoforlar da evqlendə 20-25 ədəddir, amma Volvox'da isə 1 ədəd xromatoforu mövcuddur. İnfuzorlar tipinə də gəldikdə, infuzorların bir neçə sinifi vardır. Tipin daha geniş yayılmış nümayəndəsi gördüyümüz kimi kirpikli infuzorlar sinifinə mənsub olan infuzor tərlikdir. Onun hüceyrə qılafı nisbətən bərk olduğundan sabit bədən formasına malikdir. Bədən səthində 10-15 minə qədər kirpik vardır. Bədən daxilində 2 dənə ifrazat vakualı vardır, 2 dənə nüvəsi vardır. Mikronukleus və makronukleus, yəni böyük nüvə və kiçik nüvəsi mövcuddur. Böyük nüvə böyük olduğuna görə, yəni bütün belə yadınızda saxlayın, yəni bütün həyati proseslərdə iştirak edir, qidalanma, maddələrin mübadiləsi, tənəffüs. Kiçik nüvə isə yalnız cinsi proseslərdə iştirak edir. Bədənin kənarında da həmçinin nov şəkilli hüceyrəvi ağız və tullantı dəliyi vardır. Zaten özü də rəqəmlərlə göstəribdir burada və oxuduqca da hansı harda yerləşir və yaxud da ki quruluşuna diqqət
yetirməyiniz məsləhətlidir. Burada da tapşırıqlara mütləq baxarsınız. Bir hüceyrələrin həyat fəaliyyətinə və müxtəlifliyinə nəzər yetirsək, əsas həyat fəaliyyəti ümumiyyətcə hərəkət, qidalanma, ifrazat, tənəffüs, qıcıqaca və çoxalma. Çünki bu əgər canlıdırsa, qidalanmalıdır, hərəkət eləməlidir və s. yəni ifrazat həyata keçirməlidir. Hərəkəti necə olur? Biz bayaq dedik ki, amöb yalançı ayaqları vasitəsilə hərəkət edir. Sitoplazmanın müxtəlif istiqamətlərə axması nəticəsində. Qamçı, Evglena volvoxda bədənin ön hissəsində qamçısı vardır. Həmin qamçı spiral halında burulur və irəliyə doğru hərəkət edir. Kirpiklər, infuzor tərlikdə onların birgə fəaliyyəti sayəsində də hərəkət baş verir. Qidalanmalarına gəldikdə, əksər bir hüceyrələr, yəni heterotrof yolla, hazır üzvü maddələrlə qidalanır. Onların qidasını bakteriya və digər bir hüceyrəli orqanizmlər təşkil edir. Bir hüceyrələrdə bədənə daxil olan qida ətrafında həzm vakualı yaranır. Həzm şirələrinin təsirindən qida həll olaraq mənimsənilir. Həzm olunmayan qalıqlar amöbdə bədənin istənilən hissəsindən, infuzor tərlikdə isə tullantı dəliyindən xaricə atılır. Amma biz dedik ki, yaşıl Evglendi, volvoxdur. Bunlarda xromatofor olduğuna görə bunlar üzvü maddələrlə də qidalana bilirlər. Yəni həm hazır üzvü maddələrlə qidalanırlar, həm də yəni hazır üzvü maddələrlə heterotrof yolla qidalanırlar, həm də avtotrof yolla qidalana bilirlər. Yəni bunlar miksotrof yolla qidalanır. Gördüyümüz kimi burada da bəli, yaşıl Evglen bitkilər kimi fotosintez edir, heyvanlar kimi də hazır üzvü maddələrlə qidalanır. İnfuzor tərlikdə də nov şəkilli ağız və odlaq vasitəsilə bədənə daxil olur. Baxın, burada da amöbdə qidalama prosesini də göstəribdir bizə. İfrazat və tənəffüs proseslərinə gəldikdə, bir hüceyrələrdə maddələrin parçalanmasından alınan lazımsız son parçalama məhsulları və suyun artıq hissəsi ifrazat vakualı vasitəsilə bədəndən xaric olur. Sərbəst yaşayan bir hüceyrələrin hamısı bədən səthi ilə tənəffüs eləyir. Tənəffüs zamanı orqanizmin həyatı üçün zəruri olan enerji ayrılır. Qıcığa cavab. Bir hüceyrələr temperaturdur, kimyəvi təsirdir, qida və s. kimi xarici qıcıqların təsirinə cavab verə bilir. Yəni, bax, fikir verin, bir hüceyrələrdə qıcığa cavabdır, amma çox hüceyrələrdə o artıq refleks adı altında gedəcək. Bir də təkrar edirəm, bir hüceyrələrdə ona qıcığa cavab deyirlər, çox hüceyrələrdə artıq o refleks termini kimi gələcəkdir. Məsələn, amöb və infuzor qidaya doğru hərəkət edir və suya qoyulmuş duz kristalından uzaqlaşır. Burada bir məqam var. DİM testində də var idi. Deyir ki, duzlu su amöblərini əgər biz duzlu suya qoysaq, orada əslində belə şəkillə göstərmişdi. Amma yenə də sözlə deyim ki, məsəl üçün duzlu su amöblərini deyir ki, duz olan hissəyə, yəni belə deyək də, yerləşdirsək, həmin amöblər uzaqlaşacaq, həmin duzlu sudan yoxsa yaxınlaşacaq. Orada çoxu uzaqlaşacaq götürür. Deyir ki, bəs kitabda da yazıb axı, suya qoyulmuş duz kristalından uzaqlaşır. Amma orada fikir verin görüm amöbün adı nədir? Amöb duzlu su amöbüdür. Əgər bu duzlu su amöbüdürsə, bu duza yaxınlaşacaqdır, uzaqlaşmayacaq. Yəni zaten duz istəyir də bu. Duzlu su amöbüdür. Ona görə yaxınlaşacaq, amma ümumilikdə isə amöb özü duzlu su kristalından uzaqlaşır və infuzor. Sistalaşma. Əlverişsiz mühitdə bir hüceyrələrin qidalanması dayanır, bədənləri girdələşir, üzərində qoruyucu bir qabıq əmələ gətirir ki, beləliklə də onlar əlverişsiz şəraiti bu cür sista halında keçirirlər. Çoxalmasına gəldikdə, çoxalmaları əsasən hüceyrənin ikiyə bölünməsi yolu ilə baş verir. Burada infuzor tərliyi görürsünüz ki, enə istiqamətdə ikiyə bölünürlər. Çoxalma prosesi zamanı əvvəl bölünən nüvədir, sonra sitoplazma ortadan ikiyə bölünür. İnfuzor tərlikdə də cinsi proses də müşahidə olunur ki, konjugasiya prosesi. Bu əslində belə deyək də orta məktəbdə keçilmir, amma yəni mürəkkəb gedən bir prosesdir. Prosta yəni onu danışıb lazım olmadığına görə sizi yormaq da istəmirəm. Və onu da yadınızda saxlayın ki, bu konjugasiya zamanı infuzor tərliyin sayı artmır. Sadəcə olaraq onun belə deyək də keyfiyyətcə yenilənməsi baş verir. Yəni say artımı baş vermir. Bir hüceyrələrin müxtəlifliyi. Sərbəst yaşayan sarkodinlərin bəzilərinin kirəş çanaqları vardır. Bunlara dənizlərdə yaşayan foraminiferlər və radiolarilər aiddir. Bir hüceyrələr arasında parazit həyat tərzi keçirən nümayəndələrdə rast gəlinir. Məsəl üçün, sarkodina, yəni sarkodinlərin parazit nümayəndələrindən biri dizenteriya amöbü idi ki, dizenteriya amöbü sista şəklində, belə deyək də, yoğun bağırsaqda sista şəklində daxil olur, yoğun bağırsaq və 4 nüvəli olur. Və sista şəklində də bədəni tərk edir. Yoğun bağırsağın da daxilində paraziti gedir. Bunu da yadınızda saxlayın. Yoğun bağırsağın daxilində dizenteriya daxili
Elə yadınızda saxlayın, lazım olacaq. Deməli, burada yaralar əmələ gətirir. İnsan dizenteriya amöbinə sista halında yoluxur. Bir hüceyrələrin sporlar tipinin nümayəndəsi olan malyariya paraziti də insanda yüksək qızdırma ilə müşahidə olunan ağır malyariya xəstəliyi törədir. Xəstəliyin keçiricisi və əsas sahibi malyariya ağcaqanadıdır və sizdən soruşulsa ki, malyariyanı hansı fərd törədir? Yəni dişi fərd yoxsa erkək fərd törədir? Malyariyanı törədən dişi fərdlərdir. Anofeles cinsindən olan həm törədən, həm də yəni həm keçiricisi, həm də əsas sahibi malyariya anofeles cinsindən olan dişi malyariya ağcaqanadıdır. Erkəklər niyə törətmir? Bəs gəlin ona da aydınlıq gətirək. Erkəklər isə, yəni insan qanına ehtiyacı yoxdur. Onlar sadəcə olaraq bitki şirəsi ilə qidalanır. Amma dişi fərdlər yumurta qoyduqları zaman onların insan qanına ehtiyac olduqlarına görə elə xəstəliyi də keçiriciləri və əsas sahibləri bunlar hesab edilir. Deməli, bu şəkildə gələn dəfə inşallah çox hüceyrələr yarım aləmi və bağırsaq boşluqlar tipini izah edəcəm sizə. Sağ olun.